Mən prezidentliyə namizəd olanda Woodrow Wilsonun kasıbçılığın aradan qaldırması ilə bağlı bir proqramı var. O proqramı səsləndirdim. O proqram 3 dənə faktdan bir, ucuz evlər tikib evsizliyi aradan qaldırmaq. Məsələn, indi Bakıda siz 100 manata kvadrat metr ev tapa bilmərsiniz. O vaxt Woodrow Wilson demiş ki, evə lazım deyil mərmər qoysan, ucuz materiallar. 500 manata da yoxdur. Aynen o. Yani kvadrat metre 50 manat. Çünkü niye? Hem ev çok tikilsin hem de ham az. 2, subsidiyer verme. Hükümet bunu verir. Ama neye rastlıyor? Mesela ben Naxçıvanla bağlı değil. Milyonlarla subsidiye ayrılır. Mesela orada icraatçılar hiç bir adım arı saklanmır. Hem birine 100 manat pular. Gedib vatandaşın adı yazıcı bunun 200 arısı var. 2000 manat ona subsidiye onu koy cebine. Ama kənd təsərrüfatından dövlət büdcəsinə gələn gəlir yoxdur. İndi bundan soruşan yoxdur. Bu məsələn Ramiz Mehdevin arvadı 60 milyon subsidiya aldı. 60 milyon. Güya bunun üzümçülük şeyi var. O 60 milyon subsidiya ən azı bu adamın təsərrüfatında bir böyük inşafa səbəb olmur. Bir dənə də inşaf yoxdur və dövlət büdcəsinə Ramiz Mehdevin arvadının təsərrüfatından gəlir gəlmir. Onda sual olunur. Bu 60 milyon necə oldu? Siz bilirsiniz ki Azərbaycan hökuməti 45 milyard dollardan artıq bu günə qədər kənd təsərrüfatı, agrar sektor pul qoyub. 45 milyard. Milyard dollar. İndi sual verirəm. Niyə Azərbaycanda agrar sektor çökübdür? Yağı özümüz istehsal eləmirik, ət özümüz istehsal eləmirik. Hamısını kənarda. Hamısını kənarda. Hətta göyərtini də Gürcüstandan gəlir. Niyə? Mən narahat eləyən budur. Pul var. Neftdən gələn kimi qoyduq. Amma baxırsan, rayonlarda elə əməliyyatlar aparırlar ki, dövlətin xalqa verməli olduğu, vermək istədiyi o vəsait gedib ona çatmır. Məsələn, heyvan paylayırlar. Hamı deyir ki, səndə məsələn, hamısı deyir. Gətirib bizə xəstə elə heyvan verirlər ki, biz onu qəbul eləmirik. Çünki 2 gündən sonra öləcək və onu verəndən sonra dərhal bunun adını sosial yardımdan çıxardırlar. Halbuki dövlət başçısı maraqlıdır ki, bu keçsin vətəndaşa çatsın. Ayso, indi də o deyir ki, gedirlər bazardan qoca inəyi məsələn 3000-ə yazırlar. Gətir hazır ki, onu 200 manata satır. 2 gündən sonra inək ölür. Mənim də deyir sosial təminatdan adımı çıxardırlar. Zaten mənə dövlət subsidiya verdi də. Mən necə dolarım bəs? Zaten deməz deyirəm. Yəni ölkədə o qədər ciddi bu cürə arada mani olan bir anekdot deyəcəm sənə. Bir nəfər gedir Sarıyanı şikayətə. Deyir nətər o sən burada belə yaxşı siyasi şey verirsən qərarla bunu İlham Əliyevdə deyirəm eşitsin. Sərəncamla fərman amma aşağılarda biz elə itin günündəyik də yəni heç bir şey yaxşılıq yoxdur. Salim buna deyir ki get birinci mərtəbədən bir vedrə su gətir. Amma elə ki vedrə ağzınacan dolur. Bu vedrəni ikinci mərtəbə qaldırdı, çalxalı orada tökülür. Gəlin çıx, deyir, mən sənə dedim ki, elə ki, vedrənin ağzına qədər böyle deyir, yoldaş tutarım, mən 3 mərtəbəni çıxana qədər deyir, bədbəx olmadı, 3 mərtəbəni çıxında bir vedrənin yarısı tökülür, mənim fərmanım gəlib Azərbaycana çıxır. Orada nə qalacaq? Fikir zadı, bu dəqiq Azərbaycanda bu vəziyyətdir, amma belə olmamalıdır. Ən ucqar dağ-kənd sanki prezident aparatının yanında atışı kimi olmalıdır. Prezident maraqlanmaz ki, mənim sərəncam o uzaq dağ kəndəki vətəndaşın həyatını nə kimi müsbət təsir elədi? Yoxsa sən ayırırsan, çox soğuk, prezident kimi, agrar sektora baxırsan ki, deməli o agrar ayrılan subsidiyanın 90%'ni yenə də məmurlar alıb. Adın qoyub Həsən Qulu, Hüseyin Qulu yalancı. Bu günlərdə bir əməliyyat keçirildi Agrar Xidmətlər Agentliyində. Hələ onu demir, mən özümə məlum olan faktlar deyim. Adam var mənə deyir ki, kənd təsərrüfatı bizə şey ayırıb, kübriyə zərə pul. Deyir, ancaq sən gəl məndən almalısan kübrəni. Deyir, mən birincisi, kübrəsi keyfiyyətsizdir. Bir. İkinci, mən ondan ucuz ara başqa yerdə. Üçüncü, mən o kübrə lazım deyir, başqa. Sən niyə dövlətin mənə verdiyi subsidiya məcbur etsən ki, o da kimdir kübrəsidir? Bunun xalası oğlu. Kübrədə nə deməzdir? Bununla inkişaf eləyə bilər agrar sektoru.